Bu podkastı dinləyəcək olan hər kəsi salamlayıram. Mən Həbişzadə Səma. 5 ildir ki, ingilis dili müəllimi olaraq fəaliyyətdəyəm və qərara gəldim ki, maraqlı podkastlar paylaşım. Bu gün ilk podkastımızda hamının böyümək olaraq bildiyi grow feilindən danışacağam. Yəqin ki, elə bir çoxunuz bunu böyümək olaraq bilirsiniz. Gəlin fərqli mənalarını öyrənək. Bəli, birinci mənası ilə böyüməkdir, hansı ki, istifadə olunur insanlar və heyvanlar üçün. Bir nümunə çəkək. My dog grew a lot this year. İtim böyüdü, çox bu il. Yəni mənim itim bu il çox böyüdü. Grow feilini up ilə biz verəndə böyüyüb yetişkin olmaq mənasında demiş oluruq. Necə? I grew up in Baku. I grew up in Baku. Yəni mən Bakıda böyümüşəm. İkinci bir mənası bitki yetişdirmək olacaq. My grandma grew tomatoes in our garden. Mənim nənəm yetişdirir pomidorlar bizim bağçamızda. Və ya əgər biz bitkilərin öz-özünə böyüməsini nəzərdə tutmuş olsaq, yəni desək ki, bitkilər böyüyür, yəni öz-özünə, onda belə deyərik, plants grow. Bitkilər böyüyür. Üçüncü bir mənası artmaq olacaq. Artmaq. Necə artmaq? Qiymətlərin artması, yəni rəqəmlərin artması mənasında, rəqəmlərin çoxalması mənasında işlənəcək. Prices are growing. Qiymətlər artır. The population growing every year. Əhali artır hər il. Yəni çoxalır hər il. Bu increase ilə eyni mənaya gəlir. Getdikcə bir şey olmaq kimi də biz deyə bilərik. Hansı ki, bu dördüncü mənasıdır. Onu da vurğulayım. Necə getdikcə bir şey olmaq? Nümunədə anlayaq bunu biz. I grew tired. I grew tired. Mən yəni yoruldum. I grew old. Yaşlandım. Beşinci mənada saqqal, bığ və ya saç uzatmaq, saç saxlamaq, bığ saxlamaq, saqqal saxlamaq mənasında. He is growing a beard. O saxlayır saqqal. I want to grow my hair. Mən istəyirəm, yəni saxlamaq, uzatmaq mənim saçımı. Və son olaraq grow feili ilə bağlı maraqlı bir fikir bölüşmək istəyirəm sizinlə. Biz hamımız yəqin ki, bunu gündəlik həyatımızda istifadə eləyirik. Kimlər ki, bizim qazancımıza göz dikirlər, biz onda nə deyirik? Pul ağacda yetişmir və yaxud da kimsə deyəndə ki, bunu edin, onu edin, biz onda nə deyirik? Deyirik ki, pul ağacda yetişmir. Yəni pul asanlıqla qazanılmır. Bunu ingilis dilində yenə grow feili ilə deyirik. Money doesn't grow on trees. Yəni pul asanlıqla qazanılmır, ağacda yetişmir, ağacda bitmir. Belə. Ümid edirəm ki, bu podkast sizə faydalı olar. Görüşənədək.